10 il bundan qabaq məhz bu gün Xəzər Lənkəran Azərbaycan çempionatında son oyunu keçirtdi. Rəvalla 2-2 oynayandan sonra komanda sonuncu yeri tutdu Yüksək Liqada və növbəti mövsümü 1-ci Liqada başlamalı idi. Ancaq bir neçə gündən sonra komandanın rəhbəri Mübariz Mənsimov elan etdi ki, komanda Azərbaycan futbolunda daha olmayacaq. Və indiyənə qədər düz 10 ildir ki, futbol azarkeşləri, dəxli yoxdur, Xəzər Lənkəranın öz azarkeşləri olsun, Neftçinin azarkeşləri olsun və yaxud da başqa klubun azarkeşləri. Onlar ümidlə yaşayırlar ki, bu komanda nə vaxtsa qayıdacaq. Çünki Fırtınalar meydanında baş verən oyunlar, keçirilən o gözəl maçlar çox adamın xatirindədir. Və hamı hesab edir ki, nə vaxtsa yenə də o stadionun qapısı açılıb və Xəzər Lənkəran meydana çıxacaq və bütün azarkeşlər Azərbaycan çempionatının oyunlarına, necə deyirlər, baxacaqlar. Ümid edirik ki, nə vaxtsa komanda qayıdacaq və əlbəttə idman prinsiplərinin qorunması üçün komanda 2-ci liqadan başlayacaq. Ancaq yaxşı bir klub olsa, tez bir zamanda Yüksək Liqaya qayıda bilər və yenə də Xəzər Lənkəran, Neftçi və digər klublarla əməlli başlı mübarizə oyunlarını görəcəyik.